Dövlət Sosial Müdafiə Fondu iyul pensiyaları ilə bağlı məlumat yayıb. Doğru Xəbər Azərbaycan bildirir ki, məlumatda deyilir. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştli şərtlərlə pensiya hüququna malik olan şəxslərin pensiyalarının isə bu ayın 22-sindən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. Qeyd olunub ki, ünvanlı sosial yardımların da bu ayın 24-dən gec olmayaraq ödənilməsi planlaşdırılır. Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə Xəzər rayon Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə bir nəfərin batması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidmətinin dalğıc xilas ediciləri cəlb olunaraq axtarışlara başlayıblar. Hazırda vətəndaş 2010-cu il təvəllüdlü Hümmətov Vüsal Arif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək. Qeyd edək ki, dünən Mərdəkanda gənc bacı qardaş da dənizdə boğularaq ölüb. Onlardan birinin meyidi sudan çıxarılsa da, digərinin axtarışları hələ də davam etdirilir. 2029-cu ildə Azərbaycanda əhalinin siyahıya alınması keçiriləcək. Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Fərmana əsasən Azərbaycanda 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə əhalinin növbəti siyahıya alınması həmin ilin oktyabrın 1-dən 31-nə dək keçiriləcək. Əhalinin siyahıya alınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə edilməlidir. Nazirlər Kabineti 2029-cu ildə Azərbaycanda əhalinin siyahıya alınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını 2 ay müddətində təsdiq etməlidir. Ötən gün Qobustanda Mercedes-Benz və Toyota Prius markalı avtomobillər toqquşub. Unikal xəbər verir ki, qəza nəticəsində Mercedesin 61 yaşlı sürücüsü Zakir Ağayev vəfat edib. O, gənc xanəndə Rəqsanə Ağayevanın atasıdır. Baş vermiş faktla bağlı araşdırma aparılır. Özbəkistan vətəndaşı Güzal Mamatova Bakıda həbs edilib. Özbək xanım yarım milyon manata yaxın dələduzluqda ittiham olunur. İş materiallarında qeyd edilib ki, Mamatova qızıl alveri ilə məşğul olub, lakin sonradan istiqamətini dəyişib. O, bir neçə nəfərin satış üçün verdiyi qızılları sataraq külli miqdarda pulu ələ keçirib. Özbək satıcı zərər çəkmişlərin şikayətindən sonra polis əməkdaşları tərəfindən tutulub, onun barəsində həbs qəti imkan tədbiri seçilib. Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Özbək müttəhim ittihamla razılaşmasa da, yekunda təqsirli bilinsə 10 ilə kimi həbs edilə bilər.